Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcəyik. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuza. Mövzumuz müraciət bildirən sözlər, məktub. Müraciət bildirən sözlər. Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Müraciət bildirən sözlər əsasən insana aid sözlərlə ifadə olunur. Lakin bədii dildə, şeirdə başqa canlılara və ya cansız əşyalara aid müraciət bildirən sözlər də işlədilir. Məsələn, dovşan dovşana dovşan, qaçma dayana dovşan. Müraciət bildirən sözlər ismin adlıq halında olur və cümlə üzvlərindən vergüllə ayrılır. Cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Cümlənin sonunda işlənən müraciət bildirən sözlərdən əvvəl vergül, sonra isə nöqtə, nida işarəsi və ya sual işarəsi qoyulur. Məktub ən geniş yazılmış yazı növlərindən biridir. Məktub müxtəlif məqsədlərlə yazıla bilər. Məlumat vermək və ya almaq üçün, xahiş etmək üçün, təbrik etmək üçün, təşəkkür etmək üçün, duyğularını ifadə etmək üçün və s. İndi isə baxaq uşaqlar birinci sualımıza. Hansı misralarda müraciət bildirən söz işlənib? A bəndi uçun quşlar bizim bağa, cəhcəh vurub oxumağa. B bəndimiz səhər tezdən çıxdıq bağa, quş qonmuşdu hər budağa. C bəndi nənəm mənə çay tökəndə, tez tuturam əllərindən. D bəndimiz salamladıq bülbülü, açıldı Novruz gülü. Baxın uşaqlar, A bəndinə uçun quşlar bizim bağa, cəhcəh vurub oxumağa. Cavabımız olur A bəndi. İndi də baxırıq ikinci sualımıza. Hansı cümlədə müraciət bildirən söz sonda işlənib? A bəndi, uşaqlar siz məni burada gözləyin. B bəndi, əziz uşaqlar bayramınız mübarək. C bəndi, buradan çıxıb hara gedirsən anar. D bəndi, nə olub Kamal, niyə ağlayırsan? Cavabımız olur C bəndi. Baxırıq indi də üçüncü sualımıza. Cümlənin əvvəlində gələn müraciət bildirən sözdən sonra hansı durğu işarəsi qoyulmalıdır? Əlbəttə ki, nə dedik? Vergül. Cavabımız olur B bəndi. İndi də baxırıq dördüncü sualımıza. Baxaq uşaqlar 4-ə. Aşağıdakı cümlədə müraciət bildirən söz hansıdır? Aydın, atanın sözündən heç vaxt çıxma. Cavabımız olur A bəndi. Aydın. Baxırıq 5-ci sualımıza. Cansız isimlərə müraciət bildirən söz hansı bənddə verilib? A bəndi, can nənə bir nağıl de. B bəndi, görünür, söhbətiniz maraqlıdır. C bəndi, Namiq, dərsə vaxtında gəl. D bəndi, salamat qalın, uca dağlar. Əlbəttə ki, hansıdır uşaqlar? 5-də D bəndi, salamat qalın, uca dağlar. Baxırıq 6-cı sualımıza. Baxaq uşaqlar 6-ya. Müraciət bildirən sözlər haqqında hansı məlumat yanlışdır? A bəndi, cansız əşyalara da müraciət etmək olur. B bəndi yalnız cümlənin əvvəlində gəlir. C bəndi cümlələrdə müraciət olunanı bildirir. D bəndi cümlənin əvvəlində gəldikdə ondan sonra vergül qoyulur. Əlbəttə ki, yanlış cavabımız hansıdır? Yalnız cümlənin əvvəlində gəlir. Cavabımız olur B bəndi. İndi də baxırıq 7-ci sualımıza. Baxaq uşaqlar 7-yə. Hansı cümlədə müraciət bildirən söz var? Sevinç keçən həftə təzə evə köçdü. Sevinç keçən həftə təzə evə köçdü. A bəndi, B bəndi Namiq ilə Murad çox yaxşı dostdur. C bəndi deyəsən bu tapşırıq çox çətindir. D bəndi həkim, mən nə vaxt sağalacağam? Cavabımız olur D bəndi. Həkim, mən nə vaxt sağalacağam? İndi də baxırıq 8-ci sualımıza. Baxaq uşaqlar 8-ə. Verilmiş məlumatlara əsasən hansı bənd doğrudur? İnsana müraciət olunub, cümlənin əvvəlində işlənib. Baxırıq A bəndi. Bura bax, Əhməd, bugün qalib olmalısan. B bəndi, uşaqlar qartopu oynayırlar. C bəndi, sən hara uçursan ay kəpənək? D bəndi, dostlar, biz bu məsələni həll etməliyik. Cavabımız olur D bəndi. Dostlar, biz bu məsələni həll etməliyik. İndi də baxırıq 9-cu sualımıza. Baxaq uşaqlar 9-a. Hansı cümlədə altından xətt çəkilmiş söz müraciət bildirir? A bəndi, əlbəttə, sən haqlısan. B bəndi, vəfa ilə yolda qarşılaşdıq. C bəndi, atam bugün usta çağırdı. D bəndi, Nərgiz, hansı filmə baxırsan? Cavabımız olur D bəndi, Nərgiz, hansı filmə baxırsan? İndi də baxırıq
10-cu sualımıza baxaq uşaqlar. Ona müraciət bildirən söz haqqında hansı məlumat doğrudur? Həftə sonu gəzintiyə kimlə gedəcəksən Kamilə? Baxırıq. A bəndi ahəng qanuna tabedir. B bəndi 3 hecalı sözdür. C bəndi cümlənin ortasında gəlib. D bəndi cansız isimə müraciət olunubdur. Baxırıq uşaqlar, hansı bəndimiz doğrudur? 3 hecalı sözdür. Cavabımız olur B bəndi. Baxırıq indi də 11-ci sualımıza. Hansı cümlədə bənövşə müraciət bildirən söz kimi işlənir? Baxırıq, A bəndi bağçamızda çoxlu bənövşə var. B bəndi bənövşə yasəmən sevdiyim çiçəklərdir. C bəndi bənövşə çiçəkləri nə zaman sulayacaqsan? D bəndi bənövşə yaxın rəfiqəmdir. Cavabımız olur C bəndi. Bənövşə çiçəkləri nə zaman sulayacaqsan? İndicə keçirik 12-ci sonuncu sualımıza. Məktubu aşağıdakılardan hansı ilə başlamaq doğru deyil? A bəndi əziz dostum, B bəndi canım anam, D bəndi dəyərli müəllimim, D bəndi necəsən əmi? Cavabımız olur D bəndi. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.